Allah Rəsulundan bir hədisdə gəlibdir ki, Həzrət buyurur ki, Zilhəccə ayının ilk onluğu ibadət etmək üçün, yaxşı iş görmək üçün o qədər əlverişlidir ki, o qədər gözəldir ki, başqa heç günlərdə bu cür deyil. Zilhəccə ayının 10 günlüyü ibadət etmək üçün, yaxşı iş görmək üçün çox gözəldir. Elə günlərdir ki, bu günlər heç başqa gün bu günlərə yetişməz fəzilətdə. Ki, Qur'an-ı Kərim and içir vəl-fəcr və ləyalin əşr. Fəcr surəsində Allah-u Zülcəlal and içir 10 geciyə. Bəzi rivayətlərdə gəlib ki, o 10 gecədən məqsəd bu Zilhəccə ayının ilk 10 gecəsidir ki, Allah Müteal and içir və and içməyi ilə bu 10 gecənin əzəmətini çatdırır.